Herkese salam. Bildiyiniz kimi OnMay DİM blok sınaq imtahanı təşkil etmişdir. Gəlin suallarına baxaq. Birinci sual. A üstə gələk B'nin üstü 8. Binomunda ən böyük binomial əmsal soruşursa, deməli biz ortadakı əddi götürəcəyik. Kombinizon 8-dən 4 bərabər. 8 faktorial bölünsün 4 faktorial vuraq 4 faktorial bərabər 70. Bir doğru cavab olur B variantı. İkinci sual. ABC bərabər yanlı trapesiyasında trapesiya bərabər yanlıdır. AC diagonalı uzunluğu 26'dır. 26. Deməli CY AD'ye perpendikulyardır. Aha. AY'nin uzunluğu 24 veribsə, onda Pifagora görə mən hündürlüyü 10 almış oluram. Oldu 10. Bizdən soruşur trapesiyanın sahəsini tapın. Gəlin buradan sinüs alfanı tapaq. Sinüs alfa nəyə bərabərdir? Qarşı katetin hipotenuz olan nisbəti, yəni 5 bölünsün 13. Bəs kosinüs alfa nəyə bərabər olacaq? 12 bölü 13. Hərdən aldım bunu? Sinüs kvadrat alfa plus kosinüs kvadrat alfa bərabər 1. Enliliğindən istifadə edərək. O zaman uşaqlar, əgər indi bunları silirəm. Baxın. Sinüs alfa 13'də 5 olduğunu bildik. Bərabər yanlı trapesiyanın diagonalının 26 olduğunu bildik. Bərabər yanlı trapesiyanın biz bilirik ki 2 diagonalı var və hər biri 20 neçəyə bərabərdir? 6'ya bərabər. Digər diagonal çəksən bu da oldu 26. Alfa onda bu da alfadır. O zaman burada oldu 2 alfa bucağı. Sahə S bərabər 2'də 1 vurulsun, D1 vurulsun, D2 vurulsun. Sinus 2 alfa ilə yaza bilərəm. 2'də 1 vurulsun, D1 neçəyədir? Elə 26 vurulsun. 26 vuraq. 2 dəqiqə. 26 vuraq. 26 deməli. Sinus 2 alfanı da yazıram ki 2 sinus alfa vuraq kosinus alfa. Düzdür, kosinus alfa. Sinüs alfa 13'də 5, kosinüs alfa 13'də 12. Bak burada qaldı 2. Burada qaldı 2. Bu 2 ilə bu 2 getdi. Əlimdə qaldı 12 vuraq 20 bərabərdir 240. Doğru cavab olur 2A variantı. Davam edək növbəti 3-cü sualı. Sual nömrə 3. İfadənin qiymətini hesablayın. 2 loqaritma 2 əsasdan kök altında 3 bölək. Sinus 160 necə yaza bilərəm? Sinus 180 minus 20 kimi yazsam adını dəyişmir. Pi olduğuna görə ikinci rub müsbət. Sinus 20 dərəcə. Sinus 20 dərəcə plus 1 bölünsün. Kosinus 200 dərəcəni kosinus 180 plus 20 yazsam minus kosinus 20 olur. Kosinus 20 bərabər 2 loqaritma 2 əsasdan sinus 20 vuraq kosinus 20'ye ortak məxrəc gətirsəm kök altda 3 kosinus 20 minus sinus 20. Sinus 20 almış olaram. O da bərabərdir. 2 vurulsun. Loqaritm 2 əsasdan. Məxrəc mənə 2'də 1 sinus 40 dərəcəni verər. Düzdür. Surəti də deməli 2'yə vurub 2'yə bölsəm hər tərəf. Baxın. Kök altda 3 bölü 2 kosinus 20 minus 2'də 1 sinus 20 şəklində yaza bilərəm. O da bərabərdir. 2 vurulsun. 2'də 1. Loqaritma 2 əsasdan. 2'də 1 sinus 40 qalsın burada. Ya da bu ki 2'də 1 qalxsın surətə 4 olsun. 2 ilə vurulsun 4 olsun. Bu bəs bu mənə nəyi verəcək? Bu mənə kosinus 30 dərəcə. Bu da mənə sinus 30 dərəcəni verəcək. Düzdür. 30'un üstünə 20 gəldi kosinus 50 dərəcə. Kosinus 50 dərəcə. Sinus 40 ilə kosinus 50 bir-birini apardı. Loqaritma 2'dən 4 2 verir. 2 dəfə 2'nin 4. Doğru cavabı olur Y variantı. Çox qəşəng suallar həqiqətən. Növbəti 4-cü sual. Hələ ki rahat hesablanası bir sual görmədim. Ardıcılığın eninci həddin düsturunu tapın. 3, -3, 3, -3. Eninci hədd düsturunu soruşur. Fikir verin. Məsələn, yerinə qoyubla yazmaq olar. Ardıcılıq da elə deyil. Məsəl üçün. Burada uşaq məsəl üçün yazıb C variantını. Yoxlayım görüm sadəcə doğru yazıb mı? A-ın bərabər 3 vurulsun -1 üstü n plus 1. Düzdür. Enə 1 versəm 3 vurulsun -1 üstü 2. Olur neçə? Müsbət 3. 2 versəm 3 vurulsun -1 üstü 3 -3. Tamamilə doğru. 3 versəm müsbət qiymət versəm yəni. Daha doğrusu 3 versəm 3 vuraq -1 üstü 4 müsbət üst. Doğru cavab olur. Bu da C variantı. 4C. Digərləri həqiqətən ödəməyəcəkdir. 5-ci sual. Sual nömrə 5. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən tənbölən hipotenuzu 6 və 8 uzunluqda 2 hissəyə bölünür. Düzbucaqlı üçbucağın kiçik katetini tapın. Deməli tənbölən xassəsinə görə bura 3K, bura 4K yaza bilərəm. İstəsəz 6-8K da yaza bilərsiniz. Mən birbaşa ixtisar apardım. Qaydaya görə o zaman bura neçə olmalıdır? 3K, 4K Pifagora görə 5K olmalıdır. 14 bərabərdir 5K. K nəyə bərabər olacaq? 14 bölək 5. 2 tam onda 8'e.
3 vuraq 2,8 bərabərdir. 8,4 kiçik kaydın uzunluğu doğru cavab olur. 5D variantı. Sual nömrə 6. İfadəni sadələşdirin. Deməli uşaqlar, kökün altında 3 minus 2 kökdəki bizə nəyi verər? Bu mənə kökdəki minus 1-in mörtəzə kvadratını verər. Qaldı kökdəki minus 1. Nə qaldı? Kökdəki minus 1 üstə gələk 3 minus kökdəki. O da bərabər müsbət 2. Doğru cavab olur. C variantı. Sual nömrə 7. Hesablayın. Mənfi 2 üstə gələk i, üstə gələk i kvadratı. i'nin kvadratını neçə eləyir? Mənfi 1, üstə gələk i'nin kubu. Minus i, üstə gələk i üssü 4, 1 və s. İndi bu burada belə qalsın, mənfi 2 qalsın daha doğrusu. Baxın, i üstə gələk i kvadrat, üstə gələk i kubu, üstə gələk i üssü 4, düzdürmü? Bu belə bu şəkildə 97-yə qədər gəlib. Normalda 96 məsəl üçün 4-ə böləndə 2 dəfə 24 dəfə bu təkrarlanmalıdır. 24 dəfə. Yəni bu cavabı 24-ə vurmalıyam bu qiyməti. Bir dənə də əlimdə i üssü 97 qalır. Deməli, i olduğu kimi qalsın. Minus 1, minus i, plus 1. Bunlar hər biri gedir 0. 0 oldu. Əlimdə sadəcə i üssü 97 qaldı. Yazın, mənfi 2 üstə gələk. i vuraq. 97'nin də i kvadratın üstü 48 yaza bilərəm. Mənfi 1'in üstü 48, müsbət 1, müsbət 1. Mənfi 2 plus i. Doğru cavab olur 7A variantı. Sual nömrə 8. Tənliklər sistemi üçün. Həlli üçün x plus y tapın. Deməli, əvvəlcə tərəf-tərəfə toplasam x y həlli üçün. Deməli, tərəf-tərəfə toplayıram birinci. Y-lər gedər. 2x üstə gələk ax bərabərdir 13. X də bərabər 13 bölünsün. A plus 2. A parametrinin də müəyyən natural qiymətində tənliklər sisteminin x, y həlli üçün. Burada x, y tam ədəd olması üçün 13-ün böləni olmalıdır. A-nın natural qiymətində. Məsəl üçün 13-ün böləni olması üçün müsbət mənfi 1, müsbət mənfi 13 ola bilər. Düzdürmü? Əgər mən müsbət 1-ə bərabər olması üçün fikir verin. Mən A'ya 11 qiyməti verə bilərəm. A'ya 11 qiyməti verə bilərəm. Çünki natural deyir. Sonra A'ya mən neçə verə bilərəm? Mənfi qiyməti vermirəm. A naturaldır çünki. 1 olması üçün də mənfi 15 yox olmaz. 11, 13 olması üçün mənfi 1 verməliyəm. O da mümkün deyil. A çünki A'nın 11 qiyməti. A'nın 11 qiymətini gətirib yerinə yazsam nə olacaq? 2x plus y bərabər 6, 11x minus y bərabər 7. Tərəf-tərəfə toplasam 13x bərabər 13, x bərabərdir 1. X'in bir qiymətində 2 plus y bərabər 6, y bərabərdir 4. Cəmlər olacaq 5. Doğru cavab olur 8D variantı. Davam edək 9-cu sual. A və B çoxluqları üçün 9. Aha. Euler Venn diaqramında çəkib göstərmək bunu daha məsləhətlidir. Aha, kəsişmə bərabərdir. NA x olsun. Bax, bu olsun A, bu olsun B, bu olsun C. Kəsişmə B'dir də. B bərabərdir. NA neçədir? A plus B minus 4-ə. Düzdür. Buradan bir tərəfə keçirsək, A minus 4 bərabər 0, A bərabər 4 alıram. Bunu silirəm, yerinə yazıram 4. Sonra B bərabər MB, B üstə gələk C minus 3-ə. Düzdür, bunlar gedir. C nəyə bərabər olur? 3-ə. Əla. İndi gəlin baxaq. A kəsişmə B, B bərabər NA 4 plus B minus 4. Aha, tamamilə doğru ödənilir. NA birləşmə B 4 üstə gələk B plus 3 minus kəsişmə B bərabər 7. Doğru cavab olur 9A variantı. 10-cu sual, sual nömrə 10. Sonsuzluğa yaxınlaşdıqda limiti hesablayın. Hər tərəfi n kvadratına bölsəm, burada qalacaq 9 üstə gələk 1 bölünsün 9 çıx 1. 9 yox, üzrü sayın. 3 üstə gələk 1, 3 çıxaq 1. Kök altından çıxarmaq lazım. 4 bölü 2 bərabər 2. Doğru cavab olur 10Y variantı. Sual 11. 11-ci sual. Ən kiçik 4 rəqəm natural ədədlə ən kiçik 2 rəqəm natural ədədin fərqi. Bir dəqiqə. Ən kiçik 4 rəqəm ədəd 1000. Və ən kiçik 2 rəqəm natural ədəd 10. Oldu 0, 9, 990.
En kiçik sadə ədədlər neçə dəfə böyükdür? En kiçik sadə ədəd 2-dir də. 2-yə bölsəm 4 dəfə, 8, 19, 495 dəfə. Doğru cavab olur 16 A variantı. Sual nömrə 17 funksiyalardan verilib bizə. X minus m, fx bərabər x minus m. Baxaq. Hanı bu fx funksiyası? Aha. Fx bax budur. Düzdürmü? Bu m 4'tür. 100% 4'tür. Yazaram ki fx bərabərdir modulda x minus 4. Əla. Rx funksiyası. Rx funksiyasının sıfırlarından biri 4 olduğuna görə və təpə nöqtəsi 6'dır. Bunun eni 6'dır. Bu heç. Yazaram ki rx bərabərdir modulda mənfi x minus 4 plus 6. Bir tane bunun sıfırlarını tapım görün neçə olur? 4 minus k üzrü sən. İkisini yeni 4 koymalıyım. Bərabər 0. İndi sıfırlarını tapım görüm neçə olacaq? K'nın qiymətini tapım görün burada neçə olar daha doğrusu. Burada modulda 4 minus k bərabər 6. Deməli ya k bərabər olacaq 10'a. Və ya da bərabər olmalıdır buradan. 6 olmaz üçün mənfi 2'yə. Bir dəfə gətirib yerinə mənfi 4 yox x minus 10 yazıram. Üstə gələk 6. 0'a bərabər edirəm. Modul x minus 10 bərabər 6. X bərabər 4 ya da x bərabər 16. Deməli p'nin yerinə 16 yaza bilərəm. 16. Bir dəfə də məsəl üçün mənfi 2 yazsam k'nın yerinə. X plus 2 olsun. Bu zaman modulda x plus 2 bərabər 6. X bərabərdir 4. X də bərabərdir 6 olması üçün mən buna mənfi 8 verirəm. Mənfi 8. Amma mənfi 8 olmaz. Bildiniz niyə olmaz? Çünki mənfi 8 4'dən böyük yerdə yerləşə bilməz. Deməli neçə oldu? K'ya itirdim. Bir dəqiqə gözlüyün geri qaytarım. Deməli mənfi 2 halı ödəmir. 10 halına baxacağıq. 10 halına verəndə 16. 16 əla. Mənfi 2'nin üstündən bir xət. Demək ki m nəyə bərabər oldu? M. Hanı bu m? M bərabərdir 4. N nəyə bərabər oldu? 6'ya. K nəyə bərabər oldu? 10'a. P nəyə bərabər oldu? 16'ya. 16, 26, 30, 36. Doğru cavab olur 17 D variantı. Möhtəşəm sual idi. Nömrə 18. Tangens alfa bərabər 2 kökdəki olarsa kosinus alfanın qiymətini tapın. Gəlin bunu düz bucaqlı 3 bucaqda göstərək. Və alfa 3-cü rubun bucağıdırsa pi ilə 3 pi bölü 2. Deməli cavablarım mənim mənfi olacaq 100%. Aha. Tangens alfa 2 kökdəki, yəni kökdə 8. Kökdə 8 bölünsün 1 isə hipotenuz olacaq 3. Pifagora görə. O zaman kosinus alfa nəyə bərabərdir? Bitişik katetin hipotenuza nisbəti amma mənfi ilə. Doğru cavab olur 18 Y variantı. Sual nömrə 19. Tənliyə həll edin. Loqaritma 2 əsasdan. Mən bunu belə yaza bilərəm. 1 bölünsün loqaritma x-dən 2 üstə gələk 1 bölünsün loqaritma x-dən 3 bərabərdir 1. Bu şəkil. Ortaq məxrəc gətirsəm loqaritma ya da ki başqa daha rahat yol. Məsələn belə də yaza bilərəm. Bunu biri yazaram ki məsələn loqaritma 2'dən x bərabərdir. Loqaritma 3'dən 3 minus loqaritma 3'dən x. Buradan yazaram loqaritma 2'dən x bərabərdir. Loqaritma 3'dən 3 bölü x. Düzdürmü? Bu şəkil. Hər tərəfi məsələn 2'nin buradan x tapsam 2'nin üstü loqaritma 3 əsasdan 3 bölü x alıram. Amma yox bu da belə çelişkili bir məsələyə. Ən yaxşı yenə ən birinci yazdığım haldır. Çünki başqa çox uzun gəlir. Loqaritma x-dən 3 bərabərdir 1. Ortaq məxrəci gətirsəm loqaritma x-dən 6 edir sürət. Məxrəc də mənə bərabərdir. Loqaritma x-dən 2 vurulsun. Loqaritma x-dən 3 verir. Bax belə. Buradan da loqaritma məsəl üçün x-dən 3 tapsam x-dən 3 bərabərdir. Loqaritma x-dən 6'nı bölərəm. Loqaritma x-dən 2'yə. Bu mənə nə verəcək? Loqaritma x-dən 3 bərabər. Loqaritma 6 x-dən 6 bölü x-dən 3. Mənə verəcək loqaritma neçə? Dəqiqə. Bu sanki elə bir x əsasa gətirilib da. Elə bir loqaritma 2 əsasdan 6'nın loqaritma x əsasa gətirilib. Bəli. Loqaritma 2'dən 6 veriləcək. Buradan da x də bərabərdir. 3'ün üstündə loqaritma 2'dən 6. Varmı belə? 3'ün üstündə. Bir dəqiqə. 3'ün üstündə loqaritma
Yox, 2 ya da 2. Bunu da belə yaza bilərəm də. Loqaritma 3-dən x bərabərdir. Loqaritma 6-dan 2. X də bərabər 3-ün üstündə loqaritma 6-dan 2. 3-ün üstündə loqaritma 6-dan 2. Bəs niyə mən cavabı ala bilmirəm? Loqaritma bir də baxaq. Bir də baxaq ki, harda hesab səhv etdim. Loqaritma x-dən 3 bərabərdir. Loqaritma x-dən 6. Böyle loqaritma x-dən 2. Elə bir loqaritma 2 əsasdan 6-nı mən x əsası gətirsəm, loqaritma 2-dən 6 verir. Tamamilə doğru. Hər tərəfi x əsasına gətirsəm, 3 bərabərdir. X-in üstündə loqaritma 2 əsasdan 6. Və yaxud da yenə eyni şey alınır da. Yəni cavabımız tamamilə doğrudur. Loqaritma 3-dən x bərabərdir və yaxud da belə də yaza bilərəm. Loqaritma 3-dən x bərabərdir. Loqaritma 6-dan 2 də yazmaq olar. Buradan x də bərabər 3-ün üstü loqaritma 6-dan 2. Və yaxud da cavabı yerini dəyişdirə bilər. 2-dən 2-nin üstündə loqaritma 6-dan 3. A variant doğru cavab olur. A variantı. Cavabın yəni heç bir fərqi yoxdur. Doğru şəkildə yazmışıq. Davam edək 20-ci sual. Sual nömrə 20. X-in üstü 6 bərabərsin ən böyük tam həllini tapın. X kubunu ortak vuruq kimi çıxarsam, x'in kubu minus 15 x'in kvadratı üstə gələ x minus 15 kiçikdir 0 bu şəkildə. Bizə deyək ki, bu bərabərsizliyin vuruqlarına ayırmalıyam. Yəni başqa yolumuz yoxdur. Vuruqlarına ayırsaq fikir verin. Vuruqlara ayırmaq üçün burada diqqətlə baxın ki, deməli mövzuya görə deyək ki, çox həddidir bölənləri onun sərbəst hədinin içərisində olur. 15-in böləni məsələn müsbət 1. Müsbət 1 versən 1 minus 15 plus 1 minus 15. Görsünüz 1 ödəyir. X kubu minus 15x kvadratı plus x minus 15'i bölürəm x minus 1'ə. X'in kvadratı qaldı. X'in kubu minus x'in kvadratı tərəf-tərəfə çıxsam, mənfi 14x'in kvadratı plus x minus 14x'e vursam, mənfi 14x kvadratı plus 14x tərəf-tərəfə çıxsam, düz oldu mu? X minus 1. X'e 1 verəndə 1, mənfi 1. Bir dəqiqə, ödəyirmi? Mən haradasa hesab səhv etmədim. Bax, 1 versəm 1 minus 15 plus 1 minus 15. Ödəmir. 1 ödəmir. Mənfi 1 versəm, mənfi 1 minus 15 minus 1 minus 15 ödəməz. 3 versəm. Daha rahat yol da var bunun əslində. Məsələn, 3, 5 verib də yazmaq olardı. Amma belə yaza bilərəm. Məsələn, bu şəkil yox, daha sadə halda. Məsələn, buradan x'in üstü neçəni çıxara bilərəm. Məsələn, 5'i çıxarsam bu ikisindən. X'in üstü 5 qalır x minus 15. Üstə gələ x'in üstü kubunu çıxarsam x minus 15 kiçikdir 0. X minus 15 vurulsun. X'in kubunu çıxarsam x kvadratı plus 1 kiçik 0. Bu həmişə müsbət alır. Bizə maraqlı deyil. Sıfırları 1 oldu. 0 bir də olacaq 15. 16 versəm müsbət mənfi müsbət. Bizə lazımdır mənfi aralıq. 0-15 ən böyük tam həllini soruşur. Ən böyük tam həlli olacaq 14. Hansı variant doğru cavab olur? Y variantı. Sonra 21-ci sual. Şəkildə o çevrənin mərkəzidir. 11. 20'den sonra niye 11 gəldi bəs? Bir dəqiqə, 18'den sonra mən nə yazmışam bəs burada? Bir dəqiqə, həll ediklərimə baxaq. 9 16 bunları həll etmişəm. Elə mən 17 20 21 olar, bu 11 olmaz. Çözə bilmədim. Həqiqətən başa düşə bilmədim. Yəqin ki bu 21 olar. Olsun 21. Maraqlı gəldi. Burada beynim qarışdı. 21. Şəkildə o çevrənin mərkəzidir, deyir. BAC bu bizim çevrəmiz. Bir dəqiqə. Aha. ASB. Bu da o çevrənin mərkəzi. Olsun. BAC 45 dərəcə. Bura 45 dərəcəsi, onda bura olacaq 90 dərəcə. Bu da olacaq 90 dərəcə. Qaydaya görə. Çünki bildinizdə niyə? Daxili çəkilmiş bucaq olduğuna görə mərkəzi bucaqda çökəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Və SB-nin uzunluğu 8 kökdə 2-dirsə, deməli radiusumuz 8 imiş. Çevrənin radiusunu tapın, doğru cavab olur 21D variantı.
22-ci sual. A kubu bölünsün A plus 1 minus A kubu bölünsün A minus 1 plus 1 bölünsün A plus 1 plus 1 bölünsün A minus 1. Aha, ifadəsinin qiymətini tapın. Deməli, A plus 1 ortaq məxrəc gətirsən bunlar olur A kub plus 1, A'nın kvadratı minus A plus 1 kimi. Üstə gələk, A minus 1 ortaq məxrəc gətirsən 1 minus A'nın kubu olur. Bunlar getdi. Əlimdə qaldı A kvadratı minus A plus 1 plus mənfi yazsam 1 minus A, 1 minus A, 1, üstə gələk A, üstə gələk A'nın kvadratı. A'nın kvadratı. Bu mənfi. Attım qabağa. Bunlar getdi. Nə qaldı əlimdə? A kvadrat minus A plus 1 minus 1 minus A minus A kvadrat. Müsbətin mənfisi. Müsbət mənfi gedər. Mənfi 2A. Mənfi 2A-da yəni belə deyək. 0,175'i 2'ye vuraram. Mənfini mənfiyə vuranda zaten müsbət edəcək. 0, 5, 1. 1,5. Doğru cavab olur. 12B variantı. Sual nömrə 23. 22 deyirəm. Hər dəfə 23. ABC düzbucaqlısında. Bu mənim düzbucaqlım. A, B, C, D. BC'nin uzunluğu 3 tane AB'ye beraber. Bura A'dırsa bura 3A'dır. Bunu demək istəyir. BD'nin uzunluğu 20'dir. Diagonalı oldu 20. Diagonallar beraber. Yəni 10 A kvadrat üstə gələk 9A kvadrat beraber 400. 10 A'nın kvadrat beraber 400. A da beraberdir. Yəni BD diagonallı məsafəni soruşur da bizdən. A da bərabərdir 2 kökdə 10. Əgər bura 2 kökdə 10'dursa bura olacaq 6 kökdə 10. BD A təpəsindən A'dan BD diagonal qədər məsafə B'dən AC'yə qədər məsafə deməkdir. H bərabər düzbucaqlı təpəsindən çəkilmiş hündürlüyün tapılması. A vuraq B bölək C. 2 kökdə 10'u vururam 6 kökdə 10'a bölürəm 20'yə. Bu mənə 10 verir. Düzdür 10. 20'lər getdi, qaldı cavabda 6. Doğru cavab olur D variantı. 14. Mən başa düşə bilmədim bu nə suallardır. Yəni PDF-də bu şəkildədir. Həllin varlığı üçün A parametrini ala biləcəyi tam qiymətlər cəmini tapın. Mənfini mörtəzə xaricinə çıxarsam, mənfi A kvadratı minus 13A üstə gələk 36. Fikir verin. Bu mörtəzənin içindəki yəni belə deyim də, yəni moduldan çıxan ədəd heç vaxt mənfi ola bilməz. Bu hər hansı bir ədədi mənfiyə vursan, cavab da mənfidir. Orada mənfinin yoxa çıxması üçün, mənfinin olmaması üçün, deməli bax bu ifadə 0 olmalıdır. 0'a bərabər olmalıdır. Yazaram ki, həllin varlığı üçün deyil. Çünki başqa da belə yəni və yaxud da belə deyə bilərik də, yəni açıqcası mənfi A kvadratı plus 13A minus 36 deyilmi? Aha, nə olmalıdır? 0'dan böyük ya 0'dan böyük ya da bərabər olmalıdır. Hər tərəfi mənfiyə bölsəm 13A plus 36 mənfi də ola bilər əslində. Mənfi də ola bilər çünki mənfini mənfiyə vuranda müsbət edir. Heç bir problem yoxdur. Vuruklarına ayırsam 36 və 9 və 4 olar. A minus 9, A minus 4 kiçik bərabərdir 0. İndi bizdən soruşur ki sıfırları 4, 9. 10 versəm müsbət, mənfi, müsbət. Mənə lazımdır bu aralıq. Düzdür. Bu aralıqda 4 və 9. 4 və 9. Bu aralıqda deyil. A parametrinin tam qiymətləri cəmini tapın. Məsələn, mən 4 bu ifadə 0'a bərabər olurmu? Olmur. O da var. Çünki bir dənə fikir verin uşaqlar. Kəsrin 0'a bərabər olması sürət 0'a bərabər olmalıdır. Elə deyil. Axı kvadratı mənfiyə bərabər olan ədəd yoxdur. Ona görə 4 və 9 ödəmir. Bu şərti ödəmir. 5 üstə gələk 6 üstə gələk 7 üstə gələk 8 15 20 26. Doğru cavab olur Y variantı. Yəni başqası da burada ödəyən belə bir cavab yoxdur. Sonra davam edək növbəti 15-ci sual. Mən hələ də çözə bilməmişəm ki, bu nə suallardır. Yəni nə suallar deyəndə bu nömrələr niyə belə, daha doğrusu məni çox narahat eləyir. Verilmişdir AB. AB vektorunu qurmaq üçün sondan başlanğıc çıxarıq. 1-dən 2 çıxaram mənfi 1, 4-dən 2 çıxaram 2, mənfi 4-dən mənfi 2 çıxaram mənfi 2. CD vektoru. CD 0-dan mənfi 6 çıxaram 6, 6. 6-dan 3 çıxaram 3, mənfi 6-dan 0 çıxaram mənfi 6. Vektorlar arasında bucağın koşunusu. Koşunusu alfa bərabər skaler hasilləri. Mənfi 6 üstə gələk 6 minus 12 plus 12 bölünsün uzunluqları. Bunun uzunluğu 1 üstə gələk 4 plus 4 9 3'dür. Bunun uzunluğu 36 üstə gələk 36 plus 9 70 81 9'dur. Bunlar getdi. 4 o da bərabərdir. 9'da 4. Doğru cavab olur 15 C variantı.
Sual nömrə bilmirəm artıq sual nömrə neçə. Sualları oje unuttum həqiqətən. Mərkəzləri bir düz xətt üzərində olan 6 konkret kürə bir digərinə xaricdən toxunmaqla ardıcıl düzülmüşdür. Birinci və sonuncu kürələrin mərkəzləri arasındakı məsafə verib bizə neçə? 30 olarsa birinci kürənin həcmi baxın belə. Mərkəzləri bir düz xətt üzərində olan 6 konkret kürə biri digərinə xaricdən toxunmaqla 1 dəqiqə 1 2 3 4 5 bu da olsun 6-cı. Zorla sıxışdırdıq. Nəsə, bu toxunub burada. Deməli, baxın mərkəzləri. Deyir ki, birinci və sonuncu mərkəzlər arasında məsafə 30-dur. Burada neçə dənə yer var? 1, 2 məsafələr. Bax, bu mərkəzlər də elə deyil. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Düzdürmü? 10 r bərabərdir. 30-dursa r bərabər 3-dür. Birinci kürənin həcmini soruşur. Birinci kürənin həcmi v bərabərdir. Bir kürənin həcmi. Çünki zaten hamısı birbirine bərabərdir. 3'e 4 pi r kubu. O da bərabər. 3'e 4 vurulsun. Pi vuraq. 27. 9. 36 pi. Doğru cavab olur. 36 pi. Hardadır bu variant? 21 C variantı. 22. Ədədlər yazılan ardıcıllıqla həndəsizlə təşkil edər. Biz bilirik ki 3 vurulsun kosinus x bərabər olmalıdır. Kök altdakı sinus x'in kvadratına. Buradan 3 kosinus x bərabərdir. 2 sinus kvadrat x. 3 kosinus x bərabər 2 vurulsun 1 minus kosinus kvadrat x. 3 kosinus x bərabər 2 üstə 2 minus 2 kosinus kvadrat x. Bir tərəfə keçirsəm 2 kosinus kvadrat x plus 3 kosinus x minus 2 bərabər 0. Kosinus x'e burada hər hansı bir t desəm 2t kvadrat plus 3t minus 2 bərabərdir 0. D bərabər 9 plus 4ac. B kvadrat minus 4ac. 16 bərabər 25. 25'dən 5 çıxır. Buradan t1 bərabər mənfi 3 üstə gələk 5 bölünsün 4. O da bərabər 2'də 1. T2 bərabər mənfi 2 kosinus mənfi 2 bərabər ola bilməz. Buradan nə yazıram? Kosinus x bərabər 2'də 1. 2'də 1 nə zaman alır? Müsbət mənfi 60 dərəcə. Dövrü 2πk. Var mı? Var. Doğru cavab olur. 22 B variantı. 23. sualı. 23. MBN 40 dərəcə. Bax, bura oldu 40. Onda bu da 40'dır. Düzdür, qarşılıqlı bucaqlar. Sonra bizə deyir ki, ABC 3 bucağın AF və SY təm bölənləri arasındakı kiçik bucağın dərəcə ölçüsünü tapın. AF və SY təm bölən. 180'dən 40 çıxıram. Qalır 140. Düzdür. 140'sa bura bir hər hansı 2 alfadırsa bu S bucağın payına qalır 140 minus 2 alfa. O zaman bu alfa alfadır. Bu da 70 minus alfadır. Tərəf-tərəfə cəlməsəm 70'dirsə onda bura olacaq 110 70. Kiçik bucağı soruşursa 70 dərəcə. Doğru cavab olur. 70. Bu da çox qəşəng sualı idi. Nömrə 24. DABC üçbucaqlı piramidasının CD dili üzərində artıq yazıram. Y nöqtəsi götürülmüşdür. Aha. DO ve Y'nin parçalara uygun olarak DO ve Y'nin parçaları DABC ve YABC piramidalarının hündürlükləridir. Həcmlərin nisbəti 1/2'ye bərabər olarsa biz demişdik ki həcmlər nisbəti hündürlüklər nisbətinin kubuna bərabərdir. Düzdür. V1'in V2 olan nisbəti bərabər H1'in H2 olan nisbətinin kubuna. Həcmlər nisbəti məsələn 12'dirsə o 1/10'dakı yəni 12 bölək 10. Düzdür. Bunu 2 yaparsam 5'də 6. Bizə nə soruşur? YS bölək DY'ni soruşur. O zaman bunu başqa nə cür gedə bilərik? Həcmlər sahələr nisbəti kvadratına bərabər olduğunu bilirik. Həcmlər nisbəti də hündürlükləri nə idi o? Kubuna bərabərdir. Bizdən amma soruşur tərəf olsun. D'ye bölək YS'ni soruşur. Sadəcə burada bir iş var ki, uşaqlar. Burada diqqət eləməli bir məqam var ki, DABC ilə YABC-nin oturacaqları eynidir. Hər ikisinin oturacağı eynidirsə, məsəl üçün, baxın, oturacaq eynidir, elə deyil. Mən birinci böyük piramidanın həcmini tapsam və D, yəni təpəsi D olan piramidanın həcmini tapsam, yazaram ki, 3'də 1 vurulsun, S oturacaq vurulsun hündürlük. Yəni OD. Düzdürmü? Ay sağ ol. Kiçiyi tapsam, yəni təpəsi Y olan piramidanı tapsam, yazarım 3'də 1 vurulsun. S oturacaq vuraq YM.
Düzdürmü? Düzdür. Bunların nisbətləri sorulur. 3 üzə 1 S oturacaqlar getdi mi? Getdi. Bu nəyə bərabərdir? 10-da 12-yə, 5-də 6-ya. 5'te 6 bərabərdir. OD bölə YM. Yəni ki, OD bölə YM nisbətini 5 bölə 6 tapdım. Oturacaqlar bu da eyni olduğuna görə, yəni bayaqki qaydadan getmədim ha. Məndən soruşur, deməli OD. Nəyə soruşur? YS. Hani bu YS? YS'nin D'ye olan nisbətini soruşur. O zaman yazaram ki, məsələn, bura hər hansı bir x-dirsə, D'ye olacaq o zaman. Buraya bir x olsa bura olsun 5x çünkü ümumi 6x olmalıdır. Bu şekilde. O zaman nisbətlər nə olacaq? 5x bölünsün 2x. O da bərabərdir 5. Doğru cavab oldu 5. Davam edək. M parametrin hansı qiymətində ifadəsi çoxhədli olar? Hansı qiymətində çoxhədli olar? Deməli bunu necə yazaq? Burada belə bir görürük ki, çoxhədli olması üçün x minus 1 tam bölünməlidir. X bərabər 1 bunun kökü olmalıdır. Kökü olmalıdır ki, məxrəcdə bir dəyişən olmasın. Gətirib x-in yerinə 1 yazsam, köküdürsə, bölünürsə, qalıq 0-a bərabər olmalıdır. 1 üstə gələk m minus 7 bərabər 0, m də bərabər 6. M-in hansı qiymətində? 6 qiymətində. Bilirsiniz uşaqlar nəyə görə? Çünki 6 qiymət qoyanda, baxın 6x minus 7. Vuruqlarını ayıranda x plus 7, x minus 1 olur. Bölünsün x minus 1, ixtisar gedir x plus 7. Yəni çox ədli qalır əlimizdə. Aydın oldu mu? Sonra bitti mi? Fizika gəlir. Bitti. Bu qədər uşaqlar. Yəni bu suallar haqqında ümumi məlumat verim ki, rahat həll olunası suallar, uşaqların göz yumulu həll olunası suallar, yəni 2 saniyəlik suallar yox idi. Yəni, asan səviyyəli suallar həqiqətən yox idi, belə deyək. Tam səmimi deyim. Hətta burada bir iki dənə ola bilər, məsəl üçün, onu da gələk qaydanı ezbər. Məsələn, bax bu. Hansı birini göstərim ki, deyim ki, rahat sualdır. Ümumiyyətlə, sınaq çox çətin salınmışdı uşaqlar. İnşallah ki, deyim, blok imtahanını bu cür nə salmaz. Sualların tiplərini bu şəkildə yazmaz, həqiqətən. Diqqətinizə görə sağ olun, hər birinizə uğurlar.